Qarabağ klubunda transfer bazarına silkələyən qərar verilib. Ağdam təmsilçisi yarım müdafiəçisi Leandro Andrade ilə bağlı mövqeyini rəsmən ortaya qoyub. Kluba daxil olan saysız-hesabsız təkliflərdən sonra rəhbərlik futbolçu üçün 3 milyon avro tələb edildiyini açıqlayıb və bu rəqəmin son qiymət olduğu menecerlərə açıq şəkildə bildirilib. Məlumata görə Andrade ilə maraqlanan klubların sayı son günlərdə xeyli artıb. Xüsusilə Asiya bazarından gələn yüksək maaşlı təklif futbolçunun diqqətini tam şəkildə cəlb edib. Bu da onun son vaxtlar meydandakı çıxışına birbaşa təsir göstərib. Chelsea ilə maçda vurduğu qoldan sonra fərqlənə bilməyən yarım müdafiəçi artıq fikrən yeni ünvan axtarışındadır. 2022-ci ildə Bolqarıstanın Çernomore klubundan Qarabağ transfer olunan Portuqaliya doğumlu Cabo Verde millisinin üzvü bu təklifi karyerasının ən böyük şansı hesab edib. 26 yaşlı futbolçu əmindir ki, qarşıdakı illərdə bu qədər sərfəli dəvət bir daha qarşısına çıxmaya bilər. İddialara görə Andrade'nin ayrılmaq istəyi artıq Qarabağın rəhbərliyinə, məşqçilər heyətinə və komanda daxilinə də məlumdur. Yarım müdafiəçi yaxın vaxtlarda gələcək taliyi ilə bağlı qəti qərar verməyə hazırlaşır. İlk sözlə Qarabağ ulduz futbolçusunu yalnız layiqli qiymət qarşılığında buraxmağa hazırdır. Andrade isə çamadanı yığmaq üzrədir. Sizcə Qarabağı 3 milyon avro tələb etməklə düzgün addım atır? Leandro Andrade bu fürsəti dəyərləndirməlidirmi? Ən son, ən sensasiyon futbol xəbərləri üçün bizi izləyin, abunə olun.